Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə möhtəşəm dadlı bir desert hazırlayıram. Mən bu ərzaqları iki hissəyə böldüm və birini meyvəli, birini də şokoladlı hazırladım. Meyvəli püre üçün 1 stəkan yarım gilə meyvələrdən istifadə edirik. Üzərinə şəkər pudrası, nişasta, az da su əlavə edib 5 dəqiqə bişirirəm. Daha sonra blenderdən keçirdib qoyuram kənarda soyusun. Ölçüləri açıqlama bölməsində qeyd etmişəm. Krem şanti üzərinə 1 stəkan soyuq su əlavə edib qatılaşana qədər çalıram. Daha sonra xırdaladığım peçenyanı bu qarışıma əlavə edib qarışdırıram. Üzərinə zövqə görə banan doğraya bilərsiniz, kivi, istədiyiniz meyvələrdən əlavə etmək olar. Hətta mən bəzən şokolad qırıntıları da əlavə edirəm. Bu qarışımı yaxşıca qarışdırdım. Daha sonra kənarda formalara yığacağam. Evdə stəkanlara da hazırlaya bilərsiniz. Məndə belə bir formalar vardı. Yarı hissəsini yığdım. Üzərinə də əritdiyim şokoladdan biraz əlavə edib təkrar üzərinə hazırladığım qarışımdan yığıram. Bu qaydada hazırladım. Digər hissəsini isə meyvəli pürədən hazırladım. Şokolad əvəzinə ara qatlarına və üzərinə hazırladığım meyvəli pürədən əlavə etdim. İnanın dadı möhtəşəm olur. Bir gün soyuducuda qalandan sonra elə bilin ki, dondurma yeyirsiniz. O qədər dadlı olur. Belə reseptlər istəyirsinizsə, YouTube kanalımda çoxlu reseptlərim var. Abunə olun ki, hər gün paylaşdığım yeni reseptlərdən xəbəriniz olsun. Bir də çalışıram ki, bişirdiyim şirniyyatların, bişirdiyim yeməklərin iç görüntüsünü də sizə göstərim və bu videoda da sizə göstərmişəm. Sona qədər izləyin və necə gözəl olduğunu görəcəksiniz.